Selamun aleyküm. Bilirsiniz də, məsəl üçün Türkiyə televiziya məkanında Azərbaycana aid nəsə oldu. Məsələn, Azərbaycan ləhcəsini güya zarafata qoydular və yaxud da Azərbaycana qarşı nəsə deyildi. Bizdə bilirsiniz vətənşüvərlər var, psevdopatriotlar. Daha doğrusu o Türkiyəyə puskuda durub Türkiyə hücum eləmək istəyənlər var. O müxtəlif buradakı 5-ci kolonları, təfəkkür baxımından. Yəni biz 5-ci kolon deyəndə elə bilməyin ki, biz elə deyirik ki, bunlar agentdirlər, pul alırlar. Yox, ideoloji baxımdan sən sevirsən hansısa sənə başqa ölkəni, yəni sənin ölkəyə təhlükə olan başqa mədəniyyəti, başqa dini və s. başqa dövləti, onun siyasətini, onun tarixini, ələxüsus yəni vaxtilə bizi əzib və bizi əzmək istəyən dövlətləri sən istər-istəməz 5-ci kolonlar. Mən o 5-ci kolonlar məsəl üçün Rusiyanın, İranın, Avropanın, İsrailin, o hamısı bunlar bilirsən bunların vahid bir dənə Türkiyə məsələsində hamısı vahid birləşir axı. Yəni bunu biz dəfələrlə sınamışıq da. Və məqam axtarırlar, puskuda durub və bəziləri, yəni ki, o psevdodırnaqarası Azərbaycançılar güya bunlar indi Azərbaycanı hamıdan çox sevir, Türkiyənin üstünə yummağa belə elə. Düzdür, Türkiyə bu təbii ki, bu aydın məsələdir ki, bu sırf bəhanədir Türkiyənin üstünə gəlmək. Mən nəyə görə bunu deyirəm? Bu yaxınlarda gözümə dəydi. Biz Azərbaycanda bu Komedixana adlı bir veriliş var. Bu yaxınlarda olan bir səhnəciyində bunlar gecə radiosu səhnəciyi ediblər. Orada Türkiyə mülki ifadəsi işlədildi. Yəni onu işlədən həmən o səhnə oldu. İndi siz o məntiqlə Türkiyədə bunu kimsə görsə, eşitsə, gərək Azərbaycana qarşı hücum eləsin ki, Azərbaycanlılar bizi sevmir, Azərbaycan belə eləyir. Amma görürsünüzmü, Türkiyə heç xəbər də yoxdur. Olsa belə yan keçərlər bir verilişdir. Çünki Türkiyə o qədər böyük dövlətdir ki, Türkiyəlilər, Anadolu türkləri o qədər imperialist bir imperiya təfəkkürü böyük bir xalqdır. Onlar elə şeylərə fikir vermir və elə şeylərə görə bəhanə eləyib Azərbaycan üstünə gəlməzlər. Amma bəzi məsələlər var, Azərbaycan-İsrail dostluq və s. O Türkiyə cəmiyyətində sual doğurur. O da doğru da sualdır. Bizim də sualımız var, bu nə İsrail sevgisidir. Amma belə şeylərdən yəni istifadə edib, Türkiyədə Azərbaycanı sevmirlər, onlar eləməzlər. Amma bizdə eləyirlər, çünki bizdə kompleksli bir xalqıq axı. Biz balaca kompleksli xalqlar həmişə, əslində biz də böyük xalqıq, amma biz özümüzü balaca ilə aparmağa üstün tuturuq. Biz elə ona görə də o elə şeylərə yapışırıq və Türkiyənin üstünə gedirik. Həmən o psevdopatriotlara deyirəm, baxın, həmən o verilişdə Türkiyə mülkiyə sözü deyildi. Yəni birinci o həmən o səhnəciyi qurulanlar, onu oynayanlar, onun nə bilim rejissorları, nə bilim senaristləri ayıb deyilmi? Yəni mən bilən həmən o ifadəni işlədən də region olaraq Qarabağ zonasında, həm də o deyəsən o rəhbəridir o Komedixananın. Yəni Qarabağın Allahın izni ilə azad olunmasında Türkiyənin azmı rolu oldu məsəl üçün? O nə ifadədir? Yaraşırmı Türkiyə mülkiyə? Biz bir millət, iki dövlət deyirik. Türkiyə mülkiyə sözü. Yəni onda o məntiqlə də, yəni ki, onda durub kimsə Türkiyədə fərqi yoxdur hansı verilişdir, idman verilişindən tutmuş, nə bilim, incəsənət verilişinə qədər, şou verilişinə qədər, yumoristik verilişə qədər durub məsəl üçün Azərbaycana aid o ifadə, mən dediyim gəlmir, o ifadəni işlətməz ödəmir. Azərbaycana qarşı məsələn eyni cür ifadə işlətsə, nə olar onda? Bilirəm, yenə həmən o psevdopatriot tumanların başına geyinir və Türkiyənin üstünə gələrlər. Yəni, Türk milli birliyini Azərbaycanla Türkiyə arasında qırmaq üçün əlindən gələn. Düz bir milli birliyimiz də yox, təəssüf ki, hələlik sözdə də, əməldə görmürük. Amma bunu edərlər, o ifadə ayıb deyilmi? Yəni, 1918-də Türkiyə, 2020-də Türkiyə, 2023-də Türkiyə. Yəni, mən tam səmimi deyirəm. Təsəvvür edin ki, baxın, mən sabah Allah qorusun, Azərbaycan adlı dövlət olmasa, Türkiyə dövləti yenə yaşayacaq. Məsələn, Azərbaycan işğal altındaydı, 150 il Rusların. Türkiyə dövləti yox idi, var idi. Da məsəl üçün. Amma sabah Allah qorusun, Türkiyə adlı dövlət olmasa, yəni Türkiyə müstəqil dövlət olaraq yəni var idi də, Azərbaycan işğal altında olsa, Türkiyənin bu soyuğu, istisi o qədər deyil, yəni Türkiyə dövlətçiliyi imanı. Amma sabah Allah qorusun, Türkiyə dövləti biraz axsasa, burada Azərbaycan dövləti mövcudluğu böyük sual altında qalır. Necə ki, 1919-cu ildə Osmanlı türkləri buradan çıxan kimi heç bir il dövlətimiz yaşanmadı, işğal altına düşdü. Eynən də aqibət belə gözləyir. Yəni, bizim bir millət, iki dövlət deyiriksə, deməli, Türkiyə də bizim dövlətimizdə. Yəni, öz dövlətimizə o ifadə işlətmək nə qədər doğrudur? Mən həmən o Komedixanaya onu eləyənlərə deyirəm. Hələ bilirlər ki, bu gözdən qaçasıdır. İfadəsinə bax, biz
Türkiyə mülkiyə getmirik, Şri Lankaya gedirik. Bayat ona Şri Lanka. Bir balaca Şri Lankanı verdilər. O da Türkiyəni verdilər bir balaca Şri Lankanın ayağına. Yəni görün səbəb bunlar Rusiyanın, Amerikan, İsrailin yanında Türkiyəni nə edirlər, çeynəyib necə atarlar. Yəni olmaz. Bu olmaz. Bu hər baxımdan hal-hazırda Türkiyə ilə Musa Quliyev durub orada boş-boş danışır. Düzdür, sonra danışdığını boş-boş silirlər. Amma fakt bir gün gedirdi o Türkiyəyə qarşı. Yəni mən onu demək istəyirəm, baxın, Azərbaycandan fərqli olaraq Türkiyə böyük və demokratik ölkə olduğu üçün Türkiyədə hər kəs hər şey deyə bilər və tənqid də eləyə bilər Azərbaycan siyasətinə. Bu demək deyir ki, onu edən Türkiyə dövlətidir, Türkiyə hakimiyyətidir. Azərbaycanda hər şey nəzarətdədir, amma Türkiyədə elə deyil. Yəni ona görə bəhanə axtarmayın Türkiyə. Yəni pis, yaxşı, yəni yaxşı, pis yox, ancaq yaxşı. Amma sizin dilinizdə deyim, pis, yaxşı da olsa Türkiyədir. Sabah Türkiyə olmasa, Azərbaycan ümumiyyətlə olmaz. Yəni ki, Allah qorusun. Təbii hər şey Allahın əlindədir. Allah istəsə Türkiyədə olmaz, Azərbaycanda olmaz, istəsə Türkiyə olmaz, Azərbaycan olar. Amma mən Allahın izni ilə deyirəm, bu siyasi real, tarixi reallığa söykənərək deyirəm. Yəni etməyin. Türkiyəni yəni küstürməyə gözünüzdən. Və çox diqqətli olaq. Bundan da əvvəl hansısa bir humoristik verilişdə eynən də həmən aktyor Kamilxanada da oynayırdı. İndi bilmirəm, o aktyor da əslən Cənub zonasından. O da Türkiyə türkçəsini ələ salma bir səhnəcik qurmuşdu. Olmaz, etməyin belə şeylər. Onda edirsinizsə, sabah Türkiyədə hansı sizin kimi qafalılar da eyni şeydən də tumanınızı başınıza yenib pseudo patriotluq onu da eləməyin. Ya da Azərbaycanda bu cür şeylərin qarşısını alın.